وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah vahdə və salatu və salamu alə mən lə nebiyyə bədə əmmə bə'd. Selamun aleyküm və rahmetullahi və bərəkatuhu. Deməli, biz elhamdülillah keçən məclisimizdə İmam Buxaridən danışdıq. Və dedik ki, Şeyx Rahimullah İmam Buxari 194-də doğulub hicrətin 194-cü ilində və 256-da vəfat edib. 256-da. Yəni, belə baxanda, indi 11 ili çıxsaq, 194-dən, 11 ili çıxsaq, Peyğəmbər sallallahu aleyhi ve sellem 10-cu, 11-ci, təxminən Peyğəmbər sallallahu aleyhi ve sellem İmam Buxarinin doğumu arasında 180 ildə fərqi var. Amma sahabələ 80 il. Yaxşı, sahabələri görən, tabinləri artıq bu görüb. Tabinləri görəndən artıq hamısını görür demək olar. Yəni, İmam Buxari ilə Peyğəmbər sallallahu aleyhi ve sellem arasında 3 adam var. Yəni, çox uzun da deyil müddət. Və çox da qarışıqlığı da düşməyib. Deyim ki, 5-ci, 8-ci adamdır əsr. Bu, bilirsiniz, nə üçün bunu qeyd edirik? Qeyd edirik ki, bəziləri şübhə gətirmək istəyir Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərindən. Bəziləri deyir ki, İmam Buxari Peyğəmbəri görməyib. Biz ona görə şübhə edirik o hədislərə. Lakin İmam Buxari görməsə də, İmam Buxari kimlər ki görüb Peyğəmbər sallallahu aleyhi ve sellem və kimlər ki görənləri görüb və onlardan sonra gələnləri görüb Buxari, rahimehullah. Yəni, arada 3 insan var. Və ona görə bəzilə şübhə gətirmişdir. Lakin biz görürük ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sözlərində müsəlmanlar necə diqqət edirdilər. Yəni, bu elə-belə adam deyil daxı. Təbii ki, onun dedikləri qalıb. Və İmam Buxari özü deyir ki, mən səhih cəm eləyəndə, toplayanda 16 ilə Səhih Buxarini 16 ilə cəm eləyib. 16 ilə. Və nə üçün bu boyda məsafə çəkib? Çünki o hər bir hədisi hədisdən öncə sənəd olmalıdır. Sənəd, yəni ravilər. Ən az sənəddə 3 nəfərdir. Ola bilər 4 nəfər olsun, ola bilər 5 nəfər olsun, ola bilər 8 nəfər olsun. Lakin məsafə, il eynidir. Bu, hər bir adamı yoxlayırdı. Hər bir adamı yoxlayırdı və o adamlar barədə də bütün arxiv var, sənədlər. O şəxs barədə insanların sözləri. Özdə elə adamların sözləri ki, mütəxəssislərdir bunlar. Hədis elminə məşğul olanlar. Ona görə kimlər ki, şübhə salmaq istəyirlər, təni elmək istəyirlər, avam insanları allatmaq istəyirlər ki, hədislərə biz zənnlə yanaşırıq, ona görə biz bu hədisləri qəbul eləmirik. Bəzilə deyir, heç qəbul eləmir. Bəzilə deyir, yox, hansı Quranı müxalifdir, qəbul eləmirik. Gör ki, hədis var ki, müxalifdir. Hədis heç o müxalif ola bilməz. Ola bilər hədis hansısa bir məsələni daha aydınlıq eləyir və bəzi məsələləri artırır. Və ya hansısa bir məsələni düzgün yönəldir. Bu, müxalif deyil. Müxalif deyil. Məsələn, haramda Allah subhanətə alə donuzla və qeyrisi adına kəsiləni məsələn qadağan edib. Amma məsələn, gəlirik hədislərə, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem haram təbəqəsini daha da genişləndirib. Deyib ki, acı dişlilər də haramdır. Orada daxildir şir, orada daxildir it, orada daxildir pişik, orada daxildir canavar, tülkü və s. çaqqal və s. Bu zidd deyil Qurana. Bu sadəcə həvalə eləyib Allah Teala icazə verib bana. Çünki əgər Peyğəmbər sallallahu aleyhi ve sellem nəsə zidd deseydi Qurana, dərhal ayə gəlirdi. Peyğəmbər sallallahu aleyhi ve sellem Qurana heç vaxt zidd deməyib. Sadəcə Peyğəmbər sallallahu aleyhi ve sellem özü hərdən qərar verirdi. Ayə gəlirdi ki, yox, belə yox, belə. Zidd demirdi ya. Görün, zidd olsaydı nə olardı? Ayələr gələrdi. Ona görə bəziləri o danışanlar şübhə atmaq istəyirlər. Müsəlmanlara, bilməyənlərə, avamlara. Deyirlər, yox, gətirirlər ki, hədislərdə şübhə var. Və İmam Buxari biz bildik ki, 194-də doğulub və
56-da vəfat edib, 62 il yaşayıb təxminən. Və rahimehullah özü deyir ki, 600 min hədisdən seçdim. 600 min hədisdən seçdim. Təxminən 7563 az ya çox hədisi cəm elədim. Lakin Səhih Buxaridə bir dənə hədislər deyil. Tabinlərin də hərdən sözlərin qeyd edilib, sahabələrin də sözlərin qeyd edilib. Ancaq söhbət səhihlikdə, ancaq hədislərdə qeyd edilib bunu. Hədislərə aid edilib. Və özü deyir, yəni 16 ilə cəm eləyib təxminən 600 min hədislər. Düzdür, bəzi hədislər təkrarlanıb. Bəzi hədislər təkrarlanıb. Təkrarla 7563 təxminən az ya çox. Amma təkrarsız 2500 az ya çox. Təkrarsız. Və İmam Buxari rahimehullah səhihi cəm eləyəndə indi bablara ayırıb, fəsillərə ayırıb. Məsələn, başlayır dədə Bəd'ül Vahiy, vəhyin başlanmağı. Kitab Bəd'ül Vahiy. Sonra başlayır Kitabul İman. Aydındır. Sonra məsələn, başlayır ki, Kitabul İmandan sonra Kitabul İlim. Sonra başlayır Kutubul İbadət, yəni ibadətlər. Kitab-ı Sala, Kitab-ı Vudu, və s. O fəsillər, o fəsillərin sayı, yəni daha doğrusu kitabların sayı, səhihin içində təxminən 97 kitabdır. 97. O 97 kitabın da içində fəsillər var. Fəsillər var. Onların da sayı təxminən 3972 fəsildir. Az ya çox. Aydındır qardaşlar. Yəni, böyük əsərdir əslində. Böyük əsərdir. İnşallah biz başlayanda görəcək, yəni faydanla doludur kitab. Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərlə. Və həmçinin, yəni orada kitab-ı təfsir var, təfsir, kitab-ı ədəb, o başqaları, sonra sahabələrin fəziləti kitabı, sonra axırda, sonda nə qutarır? Kitab-ı Tövhid, Tövhid kitabı. Yəni fikir verirsiniz, Səhih Buxarinin içində bu kitablar var, hamısı ayrıca. Yəni təxminən 97 kitabdır. Sonra özü deyir ki, rahimullah, nə də əhəmiyyəti görsənir ki, Buxari özü bu səhihi cəm eləyəndə özü çox diqqətlə yanaşırdı, çox ciddi yanaşırdı. Hətta bir hədisi yazmamışdan qabaq qüsül alırdı, 2 rükət namaz qılırdı, istixarə eləyirdi. Təsəvvür edin, görün adam necə diqqətlə, necə ciddi yanaşıb. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərini yazır. Böyük məsuliyyətdir. Ona görə hər bir şey yoxlayırdı. Kim kimdən rivayət edib, onları yoxlayırdı, gedirdi özü. Tapırdı o adamları, əgər yaşayırlarsa. Dəqiqləşdirirdi, ölübsə, yaşayanlardan soruşurdu onu. Onun yanındakiləri, o hədisi eşidiblər, yoxsa yox, və s. və s. Hədis elminə aid olan qaydalardır. Və yəni elə-belə də deyil də. Yəni özü də deyir ki, hər bir hədisi qeyd eləyəndə, səhihdə qüsül alırdım və 2 rükət namaz qılırdım. Hətta bir yerdə deyir ki, istixarə edirdim, namaz qılırdım. Və həmçinin də dəqiq arxain olandan sonra ki, bu hədis səhihdir, ondan sonra qeyd edirdim. Ona görə Nəvavi, rahiməhullah, Müslimin müqəddiməsində deyir, alimlər ittifaq edirlər ki, Qurandan sonra ən səhih kitab Buxari və Müslimdir. Buxari, Müslimdir. Ən səhih kitab. Və təbii ki, söhbət gedir oradakı olan hədislərdən. O, Buxarinin sözləri deyil, yəni Müslimin sözləri deyil, orada hədis toplumudur. Və Buxari rahimehullah özü deyir ki, hədisləri yazandan sonra, cəmləyəndən sonra ərz eləyib alimlərə, öz şeyxlərinə və s. Hamısı səhiyliyində ittifaq eləyib, bir dənə onu deyiblər ki, 4 dənə hədisdən başqa. Lakin Buxari sonra sübut eləyib ki, o 4 dənə hədis də səhihdir. O 4 dənə hədis də səhihdir. Və ümumən, əlhamdülillah, Buxari, Müslimdə demək olar ki, hədislər hamı səhihdir.
Ola bilər bəzi istisnalar olsun, amma əlhamdülillah hamısı səhihdir. Sonra, yəni inşallah mənə elə gəlir ki, qardaşlar, inşallah o hədisləri ki başlayacaq, orada toxunacaq. Çünki hədis mövzusu elədir ki, yəni özünüz də bu saat, indiki zamanda çoxlu şübhələr yayırlar hədis barədə. İnşallah oxuduğunuz hədislərdən orada olan faydaları qeyd edəndən sonra təbii ki, onları da rəddlər eləyəcəyik. Onlara necə cavab vermək, onların şübhələrinə, onların şübhələrin batilliyin bəyan edəcəyik inşallah. Və ümumən bilmək lazımdır ki, Peyğəmbər sallallahu əleyhi və səlləm sözləri də vəhdi. Allah Subhanahu taala buyurur ki: "Və men yantiqu anil hava", o havadan danışmır. "İn huve illa vahyun yuha." Onun danışığı da vəhdi. Və Allah Subhanahu taala buyurur yenə başqa ayədə: "Və enzelna ileyke zikra litubeyyine lin-nasi ma nuzila ileyhim və leallehum yetefekkerun." Nəhl surəsi 44-cü ayə. Allah Subhanahu taala buyurur ki: "Və enzelna" biz sənə nazil etdik. Yəni Quran sənə nazil etdik. Yuxarıdan aşağı nazil olmaq. Deməli Allah səmadadır. Yəni bu söz özü isbat edir ki, Allah ucadadır. Deyir sənə bu zikri, yəni Quranı, bu zikri sənə nazil etdik. Nə üçün? İnsanlara açıqlayasan, bəyan eləyəsən. Şərh eləyəsən yəni. Mə nuzilə ileyhim və la'annəhum yetefəkkerun. Nəhl surəsi 44-cü ayə. Və əlhamdülillah, hələ xülasə biz ibadətləri hardan götürmüşük? Biz namazı hardan götürdük? Əllərimizi necə qoyaq? Səcdəni necə eləyək? Zöhrü sünnətlərin, zöhrü rükətlərin, əsr neçə rükətdir, məğrib neçə rükətdir? Hardan götürdük? Qurandan yox. Quranda yoxdur ola. İndi əgər yoxdursa, bu o demək deyir ki, kim necə gəldi qılsın? Haçan gəldi qılsın? Harada gəldi qılsın? Onların hamısını biz hardan öyrənmişik? Hədisdən. Ona görə o hədisi inkar edənlər halsızdılar əslində. Əgər sən bunu inkar edirsənsə, sən onda ibadəti necə eləyəcəksən? Necə eləyəcəksən? Biri deyir ki, yox, bir də ayə var, işarələr. Yaxşı, işarələr var. Namaza tutaq ki, bəzi nəsə tuta bilərsənsə. Bəs zəkat, bəs həc, bəs oruc, bəs insanlarla müamilə və s. Ona görə mən çox ələli istəmirəm başlayayım, girim kitab-ol vəhiyyə, bəd-ol vəhiy, vəhiyin başlanğıcı. Allah Subhanahu taala bizi sabit etsin dində. Allah İmam Buxariyə rəhmət eləsin. Allah bizi eşidib faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.